Allah quluna zülm edirmi? Yəni insanın etdiyi günahlara görə cəza verməsi zülm sayılırmı? Baxın, ümumiyyətlə e, zülmü Allaha nisbət etmək icazəli deyil. Heç bir halda. Bunu biz hardan öyrənirik, hardan deyirik Mirzə qardaş? Bunu elə Allah özü xəbər verib, subhanahu teala. Ayətlərə baxanda görürük ki, İnnallaha la yazlimun nase şey'a. İnnallaha la yazlimun nase şey'a. Fikir verin subhanallah ərəb dilinə. Və orada bir yenə qayda var. Allah Teala buyurur ki, Allah insanlara heç bir vaxt heç bir şey zülm etməz. İnnallaha la yazlimun nase şey'a. Şey'a kəlməsi qeyri-müəyyənlikdə gəlib. Ərəb dilində qaydadır ki, qeyri-müəyyənlikdə gələndə nədir? Ümumiliyə dəlalət edir. Ümumiyyət dəlalət edir. Yəni bir mənada Allah subhanahu teala heç bir vaxt heç bir şeyi insanlara zülm etməz subhanahu teala. Hər şey bu Allaha yaraşmaz. Ayetin sonuna fikir verin. İnnallaha la yazlimun nase şey'a velakinnen nase enfusahum yazlimun. Lakin insanlar özlərinə zülm edirlər. Fikrimi çatdıra bildim? İnsanlar özlərinə zülm edirlər. Qaldı ki, bizim etdiklərimiz günahlara görə onlanlar bu zülm kimi görsənə bilər? Yox. Zülm kimi yox. Belə deyək də. Biz kitabı açırıq, Quran-ı Kərimi. Quran-ı Kərimdə əmrlər və qadağalar var. Allah Subhanahu taala buyurub ki, bu cür etsəniz sizin üçün xeyirdir. Bu cür etsəniz sizin üçün ziyandır. Bu əmələ yaxınlaşmayın. Bu əmələ yaxınlaşın. Düzdür? İndi biz Allahın dediyi kimi etmirik və Allah Teala orada cəzaları xəbər verib. Deyib ki, bu cür olsa bu cür olacaqsınız. Sonra başımıza bu şeylər gəlir. Biz deyə bilmərik ki, Allah zülm edir hər şey. Axı bizə qabaqcadan xəbər verilmişdi. Fikrimi çatdıra bilirəm. Misal üçün Valillahil məsəlul a'la, Allahın misalı daha yüksəkdir. Biz imtahana hazırlaşırıq məktəblərdə. Bilirik ki, 30 dənə sual var. Düzdür, 30 suala cavab verməliyik. Oxumalıyıq. İndi biz yaxşı oxumasaq, getsək o suallardan 15-nə cavab versək və 15-nə cavab verməsək, biz kimi qınamalıyıq? Özümüzü qınamalıyıq, deyil mi? Axı bizə xəbər verilmişdi ki, imtahan olacaq. İmtahan olacaq, bu 30 dənə sual gələcək. Və bu kitabdan bir kitab var. Misal üçün, deyək ki, riyaziyyat kitabından, ədəbiyyat kitabından, misal üçün, fizikadan, kimyadan. Hansısa bir kitab. Bu kitabın içindəkilərdən bizim xəbərimiz var. Elə deyil mi? Biz yaxşı oxumayaq, gedək bu sualların cavabını yaxşı verə bilməyək. Sonra deyək ki, müəllimlər bizə zülm elədi. Valillahil məsəlul a'la. Allahın misalı daha yüksək subhanahu teala. Axı Allah bizə kitabında xəbər verib ki, Mirzə qardaş, xəbər verib axı, bax bunu bu cür eləyin, bunu bu cür eləyin, bunu bu cür eləyin. Biz etməyəndən sonra başımıza bu şeylər gəlirsə, deməli biz kimi qınamalıyıq? Özümüzü. Baxın dediyimiz kimi Uca Rabbimiz Qudüs'ə buyurur ki, ey qullarım nədir? Mən özümə zülm etməyi haram etmişəm. Yəni özümə zülm etməyi haram etmişəm. Və sizə də haram edirəm. Bir-birinizə zülm etməyin. Hətta Allah subhanahu teala razı deyil ki, nədir? İnsanlar bir-birlərinə zülm etsin öz aralarında. Nəinki Allah qorusun Allaha qarşı.